Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin mərkəzində, abidə qurğuna yaxın ərazidə, qapının ağzına qoyulan asfalt olan ərazidə monoritlə inşa olunmuş gözəl bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Bu ev yəni 6 qaraj sayılıb. Sadəcə ev sahibi burada elə bir şərait yaradıb ki. Bax buranı gördüyünüz kimi, bax qaraj hissədir. Buranı ayaqaltıların görsünüz ev kimi yaradıb istifa oldu. Buradan belə şüşə cam şüşə düzəldib gördüyünüz kimi. Baxın, cam balkon kimi yaradıb. Demək burada həm mətbəx yaradıb ev sahibi. Gördüyünüz kimi hamısı qaydasında. Ev çox səliqəli, səmanlı ev. Təmirli evdir. Burada sanuzel hissəsidir. Bu aşağıda gördüyünüz kimi hamısı qaydasında. Təmirləri əla vəziyyətdədir. Mebellər də sağlam vəziyyətdədir. Burada, yəni əslində burada bax hələ qışda da yeyib içib otururlar. Bura elə olur ot kimi, isti qışda da. Çünki ayağı istif oldu, qapı təmiz kip düzəldilib. Buradan da belə bir şərait yaradıb çıxırsan yuxarı. Burada da bir əlavə bir otaq var gördüyünüz kimi. Bir otaqda burada görürsünüz, elə burada da otururlar, yeyirlər, içirlər, burada da otururlar gördüyünüz kimi. Yəni yuxarıda da əməli başlı 4 dənə otaqdır. İndi qalxırıq yuxarı. Buranı ayrıca kirayə də verə bilərsiniz. Buradan da bir qapı aça bilərsiniz. Əslində əvvəl burada bir qapı olub. Sadəcə ev sahibi təzədən bağlayıb, mən bilən deyəsən orada qapı olub. Hər şey girişi buradan verir. Buranı kirayə verib, oradan bir qapı açıb, buramonu yuxarında ayrıca ayırmaq mümkündür. Qalxaq indi yuxarı buradan. Buradan qalxırıq yuxarı. Gördüyünüz kimi çıxan kimi qalxırıq yuxarı. Ev monolitdir. Yəni nəzərinizə çatdırım. Ayaqaltıları hamısı monolitdir, betondur. Ara mərtəbələri yəni betondur. Girən kimi sağda yataq otağı. Təmirləri ideal vəziyyətdə. Yəni ehtiyac yoxdur təmirə, hörmətli izləyicilər. Evdə kip evdir. Monolitdir. Yeri gözəl yerdir. Bunu nəzərinizə çatdırım. Mərkəzdədir. Marşrutlara yaxın ərazidə yerləşir. Bura uşaq otağıdır. İndi nəzərinizə çatdırım. Bura vaxtilə mətbəx olub. Ev sahibi təzədən ləğv edib mətbəx aşağı keçirdir. Amma sistemlər hamısı burada durub. Yəni əvvəl mətbəx olub bura. İndi buranın uşaq otağı və mətbəx köçürdülər aşağı. Burada sağda 2-ci mərtəbənin sanuzelidir. Gördüyünüz ki, burada təmiri qaydasında. Burada zal olub, hörmətli izləyicilər. Sadəcə ev sahibi buranı yatağa çevirib. Amma alan adam buranı zal eləyə bilər, böyük otağı. Sadəcə ev sahibi aşağıda otururlar, orada dururlar deyə. Burasında zaldır. Burada da bir yataq otağıdır. Hörmətli izləyicilər, gördüyünüz ki, bütün nə varsa hamısını təqdimatda göstərdim. Dedim, çəkdim, göstərdim. Demək, yenə qeyd edirəm. Ev Biləcəridə, mərkəzdə, abidə qurğuna yaxın, Ağsaraya yaxın ərazidə yerləşir. Kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti də 130.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibindən görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. 130.000 start qiymətdir. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər.